Hər kəs salam, kanalımıza da videomuza xoş gəlmisiniz. Bugün sizlərlə bir yerdə çox dadlı bir tort resepti paylaşacağım. Həm də ki bu tort mənim kanalımın 2 illiyi münasibətilə, bacımın kanalının 600 abunə münasibətilə, qardaşımın kanalının isə 50 abunə münasibətilə bu tortu bişirdik. Düzdür, mənim kanalım resept kanalı deyil, ancaq hərdən bir bu cür resept videolar paylaşmaq çox sevirəm. Deməli ilk başda 6 dənə yumurtanı ağını və sarısını ayırırıq. Ağını bir qaba, sarısını isə bir qaba tökürük. Ağının üstünə duz vurub belə qəşəngcə köpürənə qədər mikserlə qarışdırırıq. Qarışdırandan sonra qabımızı qaldırırıq və yumurtanız bu cür tərpənmədən durursa, deməli artıq hazırdır. Amma yox, hələ də axma varsa, hələ də çırpmağa davam edin. Sonra keçirik yumurtanın sarılarına bir paket vanilin əlavə edirik. Sonra yarım stəkan pesokumuzu asta-asta əlavə edərək mikserlə qəşəng-qəşəng qarışdırırıq. Xəmirimizin qarışımını bu cür dayanmadan bu rəngə gəlinə qədər qarışdırırıq. Qarışdırandan sonra gördüğünüz kimi anam burada göstərir. 2 barmaq enində suyumuzu əlavə edib qarışdırırıq. Və hardasa 1 stəkan yarım qədər un əlavə edib qarışdırırıq. Bizdə kıvamı belə alındı. Əgər sizdə biraz daha durudursa, ununu artıra bilərsiniz. Çünki unlar fərqli olur və sonra bayaq hazırladığımız o yumurtanın ağı ilə hazırladığımız qarışımla bu indi hazırladığımız qarışımı bir-birinə ehtiyatlı bir şəkildə qarışdırırıq. Gördüyünüz kimi belə altından götürüb üstünə eləyərək qarışdırırıq ki, yapıqmasın xəmir. Yoxsa qalxmır xəmiriniz, onu da demiş olum. Yəni normal bir şey qarışdırmış kimi qətiyyən qarışdırmırsınız. Bu yerini uzun qoydum ki, diqqətlə baxasınız ki, anlaya biləsiniz ki, bu yerini necə eləmək lazımdır. Yəni bunun bu yeri bu tortun püf noktasıdır. Və onu da deyim ki, bu tortun kremi krem cheese olacaq. Yəni ki, kreminin dadı cheesecake dadı verəcək. Biz yəni o krem cheese çox da bəyənmədik. Niyə? Çünki biz şey sevmirik. Cheesecake sevmirik. Əsasında mənim dəhşət ürəyim bulanır. Amma belə həqiqətən də çox əgər sevirsinizsə siz cheesecake, məncə bu tam sizlik olar. Sonra yerə çırpırıq, fırladırıq ki, üstü düzləşsin. Ondan sonra bu spatula ilə qıraqlarını belə eləyirik ki, pişəndən sonra düz olsun. Yəqin ki onun üçündür. Bilmirəm, anam eləyirdi. Və biskvitimiz getdi pişməyə. Biz belə bir qazanlı elədik, amma sizin kek üçün formanız varsa ondan da eləyə bilərsiniz. Bu krem biraz bizə baha başa gəldi. Hə, baxın, gördüyünüz kimi biskvitimiz pişdi. İndi isə onu kəsəcəyik. Çünki aralarına krem və içliyimizi dolduracağıq. Ondan sonra keçdik kremimizi hazırlamağa. Bunun üçün yağ, pesok və vanilin qatıb qarışdırırıq.
Burada kremin de bir püf noktası var ki, bunun içindeki şeker biraz gec eriyir, ama siz bunu mütləq əritməlisiniz. Yəni biz bunu neçə dəqiqə qarışdırdıq. Anam nə qədər qarışdırdı, sonra yoruldu, sonra mən qarışdırdım. Belə gördüyünüz kimi aralarda da belə spatula ilə ençər eləyirəm ki, qıraqda qalanlar da, axı ondan da içində pesoklar olur. Onlar da yaxşı qarışsın. Bütün nə qədər spatula eləmişəmsə onu qoymadım ki, sıxıcı olmasın. Biraz qoydum. Ondan sonra keçirik bu kremimizin əsas ləvazimatlarına. Biz krem pendiri olaraq İçimin və Milla'nın pendirlərindən, krem pendirlərindən, labnələrindən seçdik. Belə ikisindən də istifadə elədik, amma anamın dediyinə görə Milla'nı daha çox bəyəndirmiş, hansı ki o İçimdən daha ucuzdur. Deyir ki, daha bərk imiş, də bilmirəm. Gördüğünüz kimi belə qaymaq kimi bir krem alınmalıdır. Sonra isə qalmış quşonlu bankavız varsa, onun içine su doldurursunuz və keksinizi ıslatmaq üçün belə bir maddə hazırlayırsınız. Özdə maddə yəni sonra geçəncə bir dənə qab götürürsünüz. Onu da demək lazım deyil yəqin ki. Biskvitinizi belə qoyursunuz və o hazırladığınız su ilə qəşəng isladırsınız ki, keksimiz quru olmasın. Bu da tortun, sırf bu tortun yox, bütün tortların püf noktasıdır ki, yaxşıca ıslatmalısınız ki, tortunuz odun kimi olmasın. Sonra altına yapışması üçün kremvizdən bir damcı oraya vurursunuz ki, yenə də tərpənməsin. Ondan sonra qəşəng şapşup kremlərinizi qoyursunuz, iyi yayırsınız. Yox. Ondan sonra gəldi tortumuzun ən maraqlı yerinə. Bu meyvələri öz ağız tadınıza görə hansı meyvələri xoşlayırsınızsa onu da qoya bilərsiniz. Biz ən çox apelsinlə bananı sevdiyimizə görə və məncə torta da, mənim fikrimcə, torta da ən çox o ikili yaraşır. Yəni biz çox bayaq tortları onunla eləyirik də, apelsin və bananla. İçinə qoyuruq, sonra qırağını da belə qəşəngcə kremləyirik. Sonra biskvitimizi götürüp koymak istəyirik. Bir de yadımıza düşür ki, içini də kremləmək lazımdır, bəli. Amma əgər siz eləmək istəyirsinizsə, yəni xoşunuza gəlsə, məncə kremini az vurun, çünki kremi bizdə çox olmuşdu məncə. Düzdür, dekorlu tortlarda krem çox gedir, amma çünki üstünü bəzəmək üçün də kremdən falan istifadə edirlər də. Amma yani heç olmasa içine az vurun ki, çünkü zaten üstü cılxa krem olur. Bize birinci pors krem getmədi. Ona göre anam getdi yenə pendirdən, yağdan zaten aldı. Təzədən o kremdən elədi. Yəni siz eləsəz verdiğim kremin porsiyonlarından biraz artıq eləyin. Bu arada kanalımızın 2 ilini ürəkdən təbrik edirəm. İnşallah daha çok sizinle bir yerde olaraq kanalımıza heç nə olmaz. Daha çok abunələrə sahib olaraq və bu hamısı sizin əlinizdədir. Baxış sayılarımızın artması da, abunə sayılarımızın artması da, like'ların sayəsində artması da. Adi bir yorum gələndə belə mən çox xoşbəxt oluram. Bunu nəzərə alın və onu da nəzərə alın ki, mənim videolarıma like qoyan, abunə olan, yorum yazan, aktiv olan insanları zaten özləri də bilirlər. Neçə dəfə də paylaşmışam, siz də görmüsünüz. Öz kanalımda paylaşıram və onlara abunə olub onların da kanallarına yorum yazıram. Yəni mən elə insan deyiləm ki, kimsə yazanda mən onu qarşılıqsız qoyum. Hamınızı sevirəm. Yazsaz da, yazmasaz da elə uşaqlar da çox baxır deyə uşaqlar deyəcəm. Öyle uşaqlar var ki, anaları, ataları özümdə bilirəm də, sizin yoldaşlarım falan da baxır deyə deyirlər, yorum falan yazmağa qoymurlar deyə. Amma çox sağ olsunlar, baxırlar mənə və bu da mənə baxış sayı qazandırır. Hə, onu da deyim ki, indi tortumuzun üstünü suvayırıq. Nəsə elə bir ondan eləyirik. Belə qəşəngcə kaplayırıq qırağını. Ondan sonra krasitini vururuq. Biz bənövşə rəng seçirik. Artıq qalan kremimizə bəzək üçün üstünü də həm də bənövşə rəngi eləyəcək. Bəzəyini də belə ayrı qab eləyirmişik. Ağ kremdən də mama saxlayır deyəsən. Sonra içinə
Kəsic ilə qatıb qarışdırırıq. Ondan sonra belə üstünü də spatula ilə qəşəngcə eləyirik ki, pürüzsüz olmalıdır. Və olmazsa olmaz bəzək işləmi. Bu dəfə montajımı, videonun montajını biraz fərqli cür elədim. Birinci videonu kəsib biçdim. Təsəvvür edin 45 dəqiqəlik videodan. İndi hal-hazırda mən montaj eləməyə davam edirəm. Bəlkə montaj halında da bəzi yerlərdən yenə fikrimi dəyişib kəsərəm. Amma hal-hazırda indi mən səs yazdığım vaxta baxıram vaxtına ki 15 dəqiqə 40 saniyə göstərir videonun tam vaxtı. Və necə yoxlamışam? Əvvəlcə videonu kəsdim, biçdim, səsini aldım, sürətləndirdim ya kəsdim. Çox da mən axır vaxtlar istəmirəm uzun videolar olsun. Yəni necə məncə bu sizə sıxıcı gələr. Yəni neyinirsiniz siz 2 saat mikserlə qarışmanımı, 2 saat yumurta eləməmi, yumurta qırmağını belə qısa qoydum. Onu da deyim ki, burada tortumuzun üstünü belə gözəl qaşlarla falan bəzəyirik və anam lent almışdı. Bacım onları kəsdi, belə bir bantiklə bəzədi. İnşallah ad günüm gələndə mən də istəyirəm ki, bu tortun qara variantını bilirsiniz, mənim ən sevdiyim tort qaradır. Tort nədir? Rəng qaradır və belə ağ lentlərlə belə bəzəkli, zəlli bir şeylər eləmək olar. Birinci mənim adım qoyuldu. Mən elə dedim ki, mən birinci uşağım deyə adım yuxarıda olsun. O şəkildə özüm düzəltmişdim. Yəni necə? Kapkutda düzəltmişdim. Anam getdi onu çıxartdırdı. Sonra belə bəzəkli şəkildə kəsdi. Bu arada ZZK vlogun adını da, öz şəklimi, orada olan şəklimi də kabromun arxasına yapışdırmışam. Hər zaman özümlə gəzdirmək üçün. Sonra bəzəyirik, amma deyəsən montajda səhvlik olub da onu düzəldə bilməyəcəm. Burada ürəkləri yapışdırırıq qıraqlarına. Ürək mirvari ilə mirvariləri yapışdırırıq. Dostlar, anam tortu pişirdi. Əllərinə sağlıq, baxın. Belə şəkilləri çıxartdırdıq. Bu mənim vlogumdur. ZZK vlog, 2 ilimiz mübarək. Bu bacımın kanalı. ZKBum 600 abunə münasibəti ilə, qardaşım da 50 abunə münasibəti ilə bu tortu pişirdik. Məncə bu indiyə qədər pişirdiklərimizin ən qəşəngi oldu. Həmişə deyirik ki, bu tort daha yaxşı oldu, bu tort daha yaxşı oldu. Amma məncə bu tort həqiqətən çox gözəl oldu. Dostlar, 2 tərəfli video çəkirik. Əlin girdi. Elin şəkil yanmasın da. Şəkil. Kənar şəkil yanacaq. Mənim şəkilmə niyə yandırırsınız? Ha, çox heç. İndi yandıraq. Gözləyim bunu. Amma bir də sürməyi yandırın da. Bir dənə. Kəm pajar olacaq yəni. Mən bunu da eləyim, sən bunu da eləyim. Zaşqalp ya bu. Ay şəkilləri. Zaşqalp da işləyim. Daha buyda olan gətir. Çox qəşəng oldu. Basını tut da mən. Doğrudan. Ağıllı. İşte geliyor. Özel kaydecan. Anı bu. Yağmur. İndi çıxardır. Bayaqdan salmaq istədim. Alın. Nə? Cibil o işləmir. Zibilyonluq. Görüyorum. Yox da belə eləyək. İşte geliyor. Gamer. Все. Ne kadar? Anne arzuyam ki Mr. Bisikletin Mr. Bisiklet 430 neçə milyon abunədir. 430 neçə milyon. Mənim də arzum oldu ki, bütün ailəmiz sağlam olsun, amma YouTube tortudur deyə YouTube-dan əlaqə istəyirəm ki, daha da çox ailəmiz böyüsün. Belə. Mən istəyirəm, Neyse, tut da istədiyim sen de. hər şey olsun. Çalan bacon. Məsələn, təndir çörəyini. Aa, mən də tortumda. Kes də. Bu mənim haqqımdır ucu. Hayır. Hayır. Salak. Bırak da. Bırak. Səmtim deyil dostlar. Mən götürərəm. Səntim deyil də, sən ver mənə, əzmə. Tortu pişən kimi dostlar. Tort yığılan kimi süftəsini eləyirik. Dostlar, görməməkdən deyil, həyəcandandır prosta. İlk YouTube tortumuzdur bu bizim. İçi də Kristina ve bananım.
Çəkmənin sesi ya. Dostlar, baxdan burada çəkməklə bağlı bir həngamə yaşanır. Ən axırıncı mən dadına baxıyorum. İçindən sürpriz yumurta çıxdı. İçindən sürpriz yumurta çıxdı. Xap-xap badam. Çox dadlıdır dostlar. Yiyəm onda.